Cəbrayıl rayonunda xidmət edən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Kiçik Gizir Əskər Musazadə sursat partlaması səbəbindən həlak olub. Nəşi dəfn olunmaq üçün doğulduğu Lənkəran rayonunun Göyşaban kəndinə gətirilib. Xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayon ərazisində sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbiçi Musazadə Əskər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hərbi prokurorluğun mətbuat xidmətinin rəhbəri Firat Əliyev bildirib ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır. Kiçik Gizir Əskər Musazadənin dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, müharibə iştirakçıları, hərbiçinin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti iştirak ediblər. Dəfn mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının dövlət bayrağı hərbi qulluqçunun atası Nicat Musazadəyə təqdim olunub. Uşaq vaxtından marağı çox idi. Hərbi xidmətdən gələndən sonra da istəmirdi o qədər də hərbi xidmətə getməyi, amma özünün çox istəyi var idi uşaq vaxtından. Ona görə də sərhəd qoşunlarını seçdi. 3 il yarım, 4 ilə yaxın bir müddətdir ki, orada xidmət edirdi. Axırıncı dəfə də keçən həftənin bazar günü gəlmişdi, ad günü idi. Gəldi, getdi, dünənlərdə belə bir xəbər eşitdik. Dedilər ki, əzilib də, minə düşüb, əzilib. Səhər tabutu gələndə gördüm, inandım. Bayraq alıb vermişdi mənə gələ saxla bunları. Nə vaxtsa sənə lazım olacaq. Şəkillərini verirdi. Məndən deyirdi, bunları yadgər saxlayırsan. Vaxt olur, məndən dedi, bunlara baxarsan, məni yadından salarsan. Dedim, ürəyimi kabab eləməz ki. Dedi, yox, zarafat edirəm, boşdur. Hazırda faktla bağlı hərbi prokurorluqda və Dövlət Sərhəd Xidmətində araşdırmalar aparılır.